Salam, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin 2024-cü il tarix model test suallarının izahına baxacağıq. Test suallarının izahına keçməmişdən əvvəl kanalıma abunə olmağı unutmayın. Birinci suala baxaq, sxemi tamamlayın. Milli Demokratik İnqilabi Hərəkatın aparıcı simalarından biri. Azərbaycanda ilk siyasi təşkilatı yaratmışdır. Azərbaycanda ilk siyasi təşkilat Müsəlman Gənclik Təşkilatıdır. 1903-cü ildə Rəsulzadə tərəfindən yaradılmışdır. Gəncədə Qeyrət Partiyasının əsası qoymuşdur Rəfibəyli. Vigor bəyannaməsi imzalanmışdır. Topçubaşov Açıq Söz qəzetinin redaktoru olmuşdur. Rəsulzadə bunu variant olaraq götürürük. Azərbaycan Milli Şurasının sədri etmişdir Rəsulzadə. Bunu da variant olaraq götürürük. Azərbaycan Xalq Cümhuriyyətində 3-cü hökumətə başçılıq etmişdir. Bu Fətəli xan Xoyskidir. Cavabımız B variantıdır. Növbəti suala baxaq. Səfəvi dövlətinin 17-18-ci əsr tarixində baş vermiş oxşar hadisələr. Hörmüzü Portuqallardan geri alınması 1622-17-ci əsrə aiddir, 18-ci əsrə aid deyil, ona görə bunu götürmürük. Rusiya ilə ticarət müqaviləsi imzalanması 1667-1713-cü il ticarət müqavilələri imzalanıb, ona görə ikini cavab olaraq götürürük. Azərbaycan uğrunda Osmanlı ilə müharibənin aparılması həm 16-cı əsr, həm 17-ci əsr, həm də 18-ci əsrdə Azərbaycan uğrunda Osmanlılarla müharibə aparılıb. Bunu da variant olaraq götürürük. Xorasan uğrunda Şeybani ilə mübarizənin aparılması bu 1599-16-cı əsrdir. Bunu isə çıxırıq. Məsələn, A, B, C variantı gedir. Biri də götürmürük. Cavabımız D variantıdır. Növbəti suala baxaq. Növbəti sual ABŞ tarixinin 18-ci yüzilliyin 80-ci illəri və 19-cu yüzilliyin ikinci 10 illiyinə aid ümumi cəhəti istəyir bizdən. 18-ci əsrin 80-ci illəri 1780-dən, 19-cu yüzilliyin ikinci 10 illiyi isə elə bil ki 1810-dan 1820-yə qədər 10 hadisələr istəyir. Birinci 10 illik 10-a qədərdir, ondan 20-yə qədər də ikinci 10 illikdir. Deməli, baxaq. Birə, demək, İstiqlaliyyət müharibəsinin başlanması 1775-dir. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi bu müxtəlif vaxtlarda olub. 1791, 1866, 1913-cü illərdə olub. Vətəndaş müharibəsinin baş verməsi bu 1861-65-ci il tarixinə aiddir. İngiltərə ilə sülh müqaviləsi imzalanması 1783-də var və 1814-də var. Bəli, cavabımız elə D variantıdır. Bizə o illərdə olan hadisələr lazımdır. Respublikaçılar Partiyasının seçkilərdə qalib gəlməsi bu 1860-cı il tarixinə aiddir. Respublikaçılar Partiyası özü 1854-cü ildə yaradılmışdır. Dördüncü suala baxaq. Xəritədə ərazisi ulduzla işarələnmiş dövlətin xarici siyasətində 2-ci Dünya müharibəsindən sonraki dövr üçün səciyyəvidir. Xəritədə işarələnmiş ərazi Türkiyə ərazisidir, Osmanlı ərazisidir. Deməli, 2-ci Dünya müharibəsi deyirsə, artıq biz Türkiyə olaraq bildirəcəyik həmin ərazini. 1945-dən sonraki dövr istəyir bizdən. NATO-ya daxil olması 52-ci ildədir. 1952-ci ildə NATO-ya daxil olmuşdu. Montre konfransında iştirak etməsi 1936-da bu müharibədən əvvəldir. Yəni daha doğrusu müharibənin bitməsindən əvvəldir. Yəni ümumiyyətlə müharibə dövründən əvvəldir. Deməli, Konstitusiya Məhkəməsinin yaradılması bu daxili məsələdir. Səadabad Paktının imzalanması 1937-dir. Kore müharibəsində də iştirak edib. Bəli, 50-53-cü illərdə Kore müharibəsində iştirak etmişdir. Cavabımız 4-də A variantı olacaq. NATO-ya daxil olma və Kore müharibəsində iştirak etmə. Baxırıq 5-ə. Eler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Urner, Xlodvig və Satuk-Buraxanın hakimiyyət dövrünə aiddir. Yeni dinin qəbul edilməsi, bəli, bu hər üçünə aiddir. Həm Urnerə, həm Xlodviyə, həm də Satuk-Buraxana. Belə ki, Urner xristianlığı qəbul etmişdi 313-cü ildə. Xlodvig xristianlığı qəbul etmişdi 5-ci əsrdə. Satuk-Buraxan deməli, o da İslamı qəbul etmişdi 942-ci ildə. Daha doğrusu 932-ci ildə İslamı qəbul edir, 942-ci ildə paytaxtı köçürdü. Deməli, dövlət paytaxtının köçürülməsi, dövlət paytaxtının köçürülməsi nə Urnar köçürüb, nə Xlodvig köçürüb, Satıq Buraxan köçürüb, elə budur, qeyd elədik bayaqlarım. 932-ci ildə İslamı qəbul etmişdi. 942-ci ildə isə paytaxtı köçürmüşdü. Qanunlar toplusunun yaradılması bu Xlodvigə aiddir. Salek qanunlar toplusuydu bu. E, Qədim Roma imperiyasına qarşı mübarizənin aparılması, Qədim Roma imperiyasına qarşı mübarizənin aparılmasını biz Urnərə götürəcəyik. O 371-ci ildə
Dizrav döyüşündə. Amit Dizrav döyüşlərində iştirak eləmişdi. Deməli, Y variantı yeni dövlətin əsasının qoyulması. Bu da Xlodvikə aid olan hadisədir. 5-də cavab A variantıdır. 1-ə D, 2-yə C, Y, 3-ə B, 4-ə də A-nı götürəcəyik. Növbəti testə baxaq. 6-cı test Şirvanşahlar dövləti və Eldənizlər Atabəylər dövləti 12-ci əsrin ikinci yarısında hücumuna məruz qalmışdır. Baxaq burada. Slavyanların hücumuna məruz qalıb 1175-də, 1175-ci il 12-ci əsrin ikinci yarısına təsadüf edir. Deməli, ona görə onu götürürük. Sonra İraq Səlcuq Sultanı Mahmudun yürüşü bu 1123-cü ilə aiddir. Bunu götürmürük. Bu birinci yarısındadır. Atabəy Qızıl Arslanın hücumuna məruz qalıb 1190-cı ildə. Bunu götürürük. Gürcü çarı 4-cü də 1123-24-cü illər bunu götürmürük. Baxaq növbəti punktda. Xarəzmşahların hücumuna məruz qalması, bəli, 1194-97-ci illərdə. Demək, Gürcülər hücumuna 1190-cı illərdə, bəli, o da ikinci yarısında yürüş eləyib. Monqolların yürüşü 13-cü əsrdə, heç ümumiyyətlə Monqollar 1220-də gəlib onu götürmürük. Hulakilər dövlətdə 1256-dan başlayır, onu da götürmürük. Ona görə cavabımız 1-ə AC, 2-yə də AB aid edilir. Cavabımız C variantıdır. Növbəti suala baxaq. Şimali Azərbaycanın tarixinin 19-cu əsrin 40-cı illər tarixinə aid deyil. Yelizavetpol quberniyasının mülkədarlarının kəndlilər üzərində polis məhkəmə hüququnun ləğv edilməsi. Cavabımız elə budur, çünki Yelizavetpol quberniyası 1868-ci ildə yaradılmışdır. Digərlərinə baxaq. Mülk xalisə tivil torpaqları üzrə mülkədarların irsi hüququnun təsdiq edilməsi. Bu 1846-cı il əsasnaməsinə aiddir. Sahibkar kəndlərinin ümumi adla mülkədar tabe elan edilməsi 1846-ya aiddir. Şamaxı, Dərbənd, İrəvan quberniyalarımız. Şamaxı, Dərbənd 1846, İrəvan 49-dur. Sahibkar kəndlərin 5 desyatin pay torpağının verilməsi 1847-ci il kəndli əsasnaməsinə aiddir. Ümumiyyətlə əsasnamələrlə bağlı qısa qeydlərimi mən YouTube kanalında yerləşdirmişəm, baxa bilərsiniz. Cavabımız A variantıdır. 8-ci suala baxaq. Yusif ibn Əbu Sac, Qızıl Arslan və Qara Yusif fəaliyyətinə ümumi cəhət sultan titulunu qəbul etməsi. Yalnız Qızıl Arslan, Abbaslı xilafəti ilə mübarizənin aparılması Yusif ibn Əbsac, Dərbənd səddinin təmir edilməsi Yusif ibn Əbsaca aiddir. Nə Qızıl Arslan, nə də Qara Yusif eləməyib. Slavyanların yürüşlərinə qarşı mübarizənin aparılması bu Qızıl Arslana aiddir, digərlərinə aid deyil. Qızıl Arslan, daha doğrusu Qara Yusifin fəaliyyətinə aid deyil bu. Yəni onun dövründə olmayıb. Şirvanşahlar dövlətinin tabe edilməsi, bəli, həqiqətən də hər üçünə aid olan hadisələrdən biridir. Məsələn, Qara Yusifin dövründə Şirvanşahlar dövlətinin tutsa da Azərbaycan torpaqlarını birləşdirə bilmir. Belə bir ifadə var idi. 9-cu suala baxırıq. Dehli Sultanlığı Məmlüklər sülaləsinin hakimiyyət dövründə Məmlüklər 1206-dan 1290-a qədər olmuşdu. Dehli Sultanlığının ilk dövrlərinə təsadüf edir. Abbasilər xilafəti ilə dostluq əlaqələrinin yaradılması, bunu aid edə bilərik. İqta sistemini həyata keçirmişdi. 3, bir də Monqolların 5. Osmanlı dövləti ilə diplomatik əlaqələr qurulmuşdu. 10-cu suala baxırıq. 10-cu sualda məntiqi ardıcılığı tamamlayın. Talas döyüşündən sonra Uyğur dövləti yeni torpaqlara sahib oldu. Talas döyüşü 751-ci ildə olmuşdu. Uyğurlar ərəbləri məğlub edir bu döyüşdə. Uyğurlar Çinin daxili işlərinə müdaxilə etməyə şərait yaranır. Deməli, 3 məntiqi ardıcılıq tamamlayın. 3-də devrilmiş Çin imperatorunun hakimiyyəti bərpa edilir. Digərləri isə aid deyil. 11-ci suala baxırıq. Osmanlı Sultanı 1-ci Murad, 2-ci Mehmet və 2-ci Bəyazıdə aiddir. Deməli, baxırıq 1-ci A variantına. Səfəv dövləti ilə dostluq münasibətləri saxlamışdı. Bu 2-ci Bəyazıdə aiddir. Çirmən döyüşündə Serblər üzərində qələbə qazanmışdı. Bu 1-ci Murada aiddir. 1371. İspaniyadan qovulan yəhudilər ölkədə sığınacaq vermişdi. Bu Bəyazıdə aiddir. 2-ci Bəyazıdə aiddir. Bu yeni dərslikdə var. Paytaxtı Söğütdən Bursa şəhərinə köçmüşdü. Bu Orxan Qazinin dövrünə aid deyil, heç birinə aid deyil. 15-ci əsrin 70-ci illərində qanunlar toplası yaratmışdı. Bu 2-ci Mehmetə aiddir.
Biz Mərzban bin Məhəmməd, Uzun Həsən və 2-ci Mehmeti qanunlar toplusu hazırlanmasında oxşar cəhət kimi götürürük. 12-ci suala baxaq. Səhv nəticə əlaqələrinin doğru olduğu bəndləri müəyyən edin. Biz bunu biraz balacalaşdıraq ki, rahat şəkildə görə bilək. Aha, səhv nəticə əlaqələrinin doğru olduğu bəndləri müəyyən edin. Qarətəkin başçılığı və Səlcuqların Şirvana yürüşü 1066-cı ildə Şirvan hökmdarı Şah titulundan məhrum edilməsi. Biz bunu doğru cavab kimi götürürük. Sonra Monqolların birinci yürüşünün baş verməsi 1220-dir. Eldənizlər dövlətinin süqut etməsi 1225-dir. Eldənizlər dövləti Xarəmşah Cəlaləddin yürüş eləyəndə süqut eləmişdi. Monqolların birinci yürüşündə yox. Usta bəndlərin başçılığı ilə üsyan 1231-dir. Azərbaycan Monqolların Azərbaycandan qovulması biz onu götürmürük, düzgün deyil. Şirvanşah 3-cü Mənsurovun Səlcuqlarla ittifaqı pozması, İraq Səlcuq Sultanı Mahmudun Şirvana yürüş etməsi, bəli, bu doğru cavabdır. Hülakilər dövlətinin zəifləməsi, Əmir Teymurun Azərbaycana yürüşünün başlanması yanlışdır. Ona görə 12-də cavabımız B variantıdır. 13-cü suala baxırıq. Şirvanşahlar və Teymurlər hansı dövlətlərə qarşı birgə mübarizə aparmışdı? Ağqoyunlu dövlətinə qarşı birgə mübarizə aparmayıblar, amma Osmanlı dövlətinə qarşı birgə mübarizə aparıblar. 1402-ci il Ankara döyüşündə Ruslar knyazlıqlarına qarşı birgə mübarizə aparmayıblar. Qaraqoyunlu dövlətinə qarşı, bəli, Şirvanşahlar və Teymurlər Qaraqoyunlu dövlətinə qarşı birlikdə mübarizə aparıblar. Qızıl Ordu dövlətinə qarşı da Terek çayı sahilində döyüşdə 1395-ci ildə birgə mübarizə aparıblar. 14-cü suala baxırıq. Uyğunluğu müəyyən edin. Xilafət qoşunlarının Qərbi Avropanın içərilərinə doğru e, yürüşlərinin qarşısının alınması bu Poitiers döyüşüdür 732-ci ildə. Ərəblərin qarşısını Qərbi Avropada ərəblərin qarşısını, Şərqi Avropada isə Xəzərlərin qarşısını alıblar. Deməli, Təbəriyyə döyüşü 1187 Misir hökmdarı Səlahiddin Əyyubin Qüdüsü azad eləyir. Osmanlı dövlətinin qərbə doğru yürüşlərinin bir müddət dayandırması da Ankara döyüşüdür. Cavabımız B variantıdır. Poitiers döyüşündən avtomatik cavab çıxır. 15-ci suala baxaq. Xəritə cədvələ əsasən düzgün bəndləri müəyyən edin. Xəritəyə baxırıq. Ərazilər hansıdır? 2 Bakıdır, 1 Qubadır, 5 Şəkidir, 4 Gəncədir, 3 də İrəvan ərazisidir. Görək 3 və 4 nədir? 3 və 4 ya İrəvan və Gəncə ərazisinə Rusiyanın işğalçı siyasətinə qarşı mübarizə aparmışdır. Bəli, tamamilə doğrudur. Gəncə və İrəvan Rusiya işğalçı siyasətinə qarşı mübarizə aparıb. Deməli 1-3 1-3-1 Qubadır, 3 İrəvan ərazisidir. Çar hökuməti tərəfindən yerli bəylərdən ibarət müvəqqəti idarə yaradılmışdır. Bu İrəvan ərazisinə aid deyil. Ona görə Qubada var, amma İrəvanda yoxdur. Ona görə 2 səhvdir. 2-5, 2 Bakı, 5 Şəki ərazisidir. İkinci Rus-Qacar müharibəsi dövründə ərazisi Rus ordusundan tamamilə azad edilmişdir. Bakı tamamilə azad olunmamışdı, ona görə səhvdir. 1-5 Birinci Rusiya-Qacar müharibəsinin gedişində ərazisində müstəmləkə zülmünə qarşı üsyanlar baş vermişdir. Cavabımız A variantıdır. 16-cı suala baxırıq. Uyğunluq pozulmuşdur. Yunan elinin mədəniyyətinə təsirinə məruz qalmışdır. Atropatena və Albaniya dövləti doğrudur. Quldarlıq münasibətləri mövcud olmuşdur. Manna və Atropatena dövlətlərində doğrudur. 7-ci əsrdə Midiya mübarizə aparmışdır. İskitlər və Assurlarla doğrudur. Sirdakka sövdələşməsi bağlanmışdır. İkinci Sarqon və Uvalli yox, Ulusun olmalı idi burada. Ona görə yanlışdır. 16-da D variantıdır. Mannan paytaxtı işğalçılar tərəfindən dağıdılmış Ulusun Vaşerin hakimiyyəti dövründə. Doğrudur. 17-ci suala baxırıq. Qədim Hindistandan fərqli olaraq Qədim Misirdə biz elə bir hadisəni seçməliyik. Misrə aid olmalıdır, Hindistana aid olmalı deyil. Makedon İskəndərin yürüşünə məruz qalmışdır. Deməli, aid deyil. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısında vahid dövlət edilmiş Hindistana aiddir. Köçəri ayrı tayfaların məskunlaşması Hindistana aiddir. Qədim Roma dövlətinin qoşunları tərəfindən işğal edilməsi, bəli, eradan əvvəl 30-cu il Roma Misri işğal edir. Bu Misrə aiddir, amma Hindistana qədər gedib çıxmamışdır Roma. Ona görə cavabımız D variantıdır. Y variantında ərazisi mümkünlüyünə görə bərəkətli Alpara adlanır. Bu Mesopotamiya ərazisi idi.
18-ci suala baxırıq. 18-ci sualda bizdən nə istəyir? 18-ci sualda bizdən Alman imperiyasının Otto von Bismarck kansler dövründə xarici siyasət istəyir. Alman imperiyası deyirsə, imperiya dövrünü götürür 1871-ci ildən. Deməli, Sadovo döyüşündə Avstriyanın məğlub edilməsi, Sadovo döyüşü 1866-cı ildir. Bizə 1871-ci ildən sonra olan hadisələr, 71-71-dən sonra olan hadisələr aiddir. Şimali Alman İttifaqı yaradılması da elə 1866-cı ildə Şlezvig-Holşteyn ilhaq edilməsi 64-dür. İtaliya İttifaqda birləşməsi 1882-3-lər İttifaqıdır. Bu da doğrudur. Elə doğru cavabımız D variantdır. Şlifen planının hazırlanması 1905-ci il tarixinə aiddir. Bu aid deyil. Cavabımız D variantı. 19-cu suala baxırıq. Azərbaycan şimalı tamamilə ələ keçirdikdən sonra bütün Qafqaz Azərbaycanın cənubu istiqlal olmaqla ayrıca bir əmirliyə çevrildi. Əmirliyin mərkəzi Dəbildən Bərdəyə köçürüldü. Bərdədə və digər mühüm strateji əhəmiyyətə malik şəhərlərdə, həmçinin mahal mərkəzlərində ərəb qarnizonları. Mənbədə bəhs edilən hadisədən sonra Azərbaycan tarixində baş vermişdir. Azərbaycan ərazisində ilk dəfə Xəzər dənizindən hücuma məruz qalmışdır. Deməli, e, bəli, doğrudur. E, 4. Bu Slavyanların yürüşlərindən söhbət gedir. Azərbaycan torpaqları sahicilər tərəfindən birləşdirildi. Bir də 5. Babək Xürrəmlər hərəkatına rəhbərlik etməyə başladı. Cavablar uyğundur. Bu 1705-dən sonrakı hadisələri bizdən istəyir. Ona görə də uyğun gələn variantlar Slavyanların yürüşləridir. E, Sacilər tərəfindən birləşdirmədir və Babəki xürrəmləri başçılıq etməkdir. Amma digərləri 1705-dən əvvəl olduğu üçün biz onları götürə bilmərik. Məsələn, Uç Şərqəsən vilayətləri Roma İmperiyası tərəfindən işğal edildi. O 371-ci ildir. Dizrav döyüşü nəticəsində Alban hökmdarı Cavanşir Xəzərlərlə Kür çayı sahilində məğlub etdi. Bu 662-ci ilə aiddir. Ona görə götürmürük. 20-ci suala baxaq. Hər il qəbul imtahanlarında ibtidai icma quruluşundan bir sual düşür. İbtidai maldarlığın yaranmasından sonra, yəni ibtidai maldarlıq nə vaxt yaranıb? İbtidai ikinciliyin ibtidai maldarlıq mezolit dövründə yaranıb. Mezolit dövründən sonra xışın ixtirasından əvvəl, xış nə vaxt ixtira olunub? Xış erkən tuzda ixtira olunub, ondan əvvəl baş vermiş hadisəni. Yəni ortalıqda da mezolit dövründən erkən tunca qədər olan dövrdən biz nəticə toplayırıq. İlk dini təsəvvürlərin yaranması daş dövrüdür. İri tayfa ittifaqlarının mövcud olması düzdür, o qədim daş dövrüdür. İlk dini təsəvvürlərin yaranması. İri tayfa ittifaqlarının mövcud olması tunc dövrüdür. Əhalinin oturaq həyata keçməsi neolit dövrünə aiddir. Deməli, əhalinin oturaq həyata keçməsi neolit dövrüdür. Baxın, mezolit gəlir. Mezolitdən sonra neolit, neolitdən sonra eneolit, sonra tunc. Biz neolitlə eneolitə aid olan bir şeyləri tapmalıyıq. Elə əhalinin oturaq həyata keçməsi də neolit dövrünə aiddir. İnsanlar arasında mülkün bərabərsizliyi son tuncdur. Əql hərəkətə durduğu uşaqların istifadə edilməsi son tuncdur. 21-ci suala baxırıq. Qədim Hindistan, qədim Yunanistan və qədim Romaya aid ümumi cəhətləri istəyir. Eradan əvvəl 5-ci əsrdə dəniz sahibləri adılması hər üçünə aid edilə bilməz. Konsul Romadadır. Əhəməni dövlətinin hücumuna məruz qalması, Əhəmənilər dövlətinin hücumuna məruz qalması hər üçünə aid ola bilməz. Mare sülaləsi Hindistana aiddir. Makedoniya dövləti ilə mübarizənin aparılması. Bəli, həqiqətən də Hindistan, Yunanistan Xroneya döyüşünü 338-ci ildə Roma 2-ci əsr, Eradan və 2-ci əsrdə, yəni 146-cı ildə Makedoniya Yunanistan dövlətləri ilə mübarizə aparmışdı. Səfəvilər dövlətinin tarixində 16-cı əsrin 30-cu illəri, yəni 1530-cu il tarixinə aiddir. Biz deməli baxırıq. Xorasanda özbəklərlə mübarizə aparılması, bəli, bu var. Daha sonra Təbriz şəhərinin Sultan 1-ci Səlim tərəfindən tutulması, bu 1514-cü ildir, aid ola bilməz. Həmədan yaxınlığında döyüşdə Osmanlı ordusunun ağır məğlubiyyət olması bu 1535-dir. 1535-ci ildə deməli biz Həmədən yaxınlığında döyüşə aid eləyə bilərik. Sonra Şirvanda Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyulması, Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyulub. Ümumiyyətlə Dərbəndilər 1382-dən 1538-ə qədər mövcud olmuşdur. 1538-ci ildə son qoyulmuşdur. Bu aid ola bilər. Şəki hakimliyinin ləğv edilməsi 1551 16-cı əsrdir. Ona görə cavabımız 1, 3, 4-dür. Növbəti sualın izahına keçək. Bəli.
Azərbaycanın 3-cü Respublika dövründə həyata keçirilmiş xarici iqtisadi tədbirlərinə daxildir. Bu 1991-ci Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdür. Müstəqilliyimiz əbədi olsun daimi. E, baxaq baxaq görək bizdən nələr istəyir. Deməli, Bakı Qroz neft kəmərinin istifadə verilməsi 1983-dür. Şimal neft kəmərinin istifadə verilməsi 1997-dir. 83 aid deyil, amma 92 aiddir. Daha sonra BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi. Bu siyasi tədbirdir, iqtisadi tədbir deyil, götürmürük. Bakı-Tbilisi-Qars dəmir yolunun xəttinin inşa edilməsi 2017-də bunu götürürük. Avropa, Qafqaz, Asiya nəqliyyat dəhlizinin həyata keçirilməsi. Bu da 98-ci ildə də bunu da götürürük. Şuşa Zəfər yolunun çəkilməsi bu daxili məsələdir, xarici məsələ deyil. Yadınızda saxlayın. Burada iki əsas məqama diqqət yetirməlisiniz. Xarici, daxili söhbətinə, bir də iqtisadi mi, siyasi mi, sosial mı, o nə istəyirsə onu götürməlisiniz. Deməli, sosial kənd təsərrüfatı ilə bağlıdır. İqtisadi, deməli, müxtəlif təsərrüfdən söhbət gedir. 24-cü suala baxaq. 24-cü sualda Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin fəaliyyətinə aid ümumi cəhətlər Azərbaycan Demokratik Firqəsinə rəhbərlik etmişdir. Bəli, hər ikisi Azərbaycan Demokratik Firqəsinə rəhbərlik. Xiyabani 20-ci ildə, Pişəvəri 45-ci ildə. İkinci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanda milli hökumətin yaradılması bu yalnız Pişəvərin fəaliyyətinə aiddir. İctimai idarəyyəti Xiyabanına aiddir. Qacarlar sonrası 925-ə qədər 1925-ə qədər mövcud olub. Ona görə də ondan sonra Pəhləvilər sonrası hakimiyyətə gəlir. Deməli, Pişəvərin dövrünə aid deyil. Cənubi Azərbaycanda muxtariyyət verilməsi uğrunda mübarizənin aparılması hər ikisinə aiddir. Deməli, olur Azərbaycan Demokratik Firqəsinə rəhbərlik eləyib. Bəli, hər ikisi, bəli, Cənubi Azərbaycanda muxtariyyət verilməsi uğrunda mübarizə aparmışdı. Növbəti sualın izahına keçək. Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal antiterror əməliyyatları tədbirləri nəticəsində Azərbaycan Respublikası Qarabağ bölgəsində öz suverenliyini bərpa etdi. Deməli, Azərbaycan Respublikası Qarabağ bölgəsində öz suverenliyini həqiqətən də bərpa edir. Ona görə biri götürürük. Kəlbəcər və Laçın ərazisində erməni işğalını tamamlayacaq. Bu 44 günlük Vətən müharibəsindədir. Müqavilə ilə azad olunmuş ərazidir. Kəlbəcər, Laçın, Ağdam əraziləri. Üçə baxırıq. Naxçıvanla birbaşa quru əlaqəsi yaradıldı. Bu yaradılacaq. Daha sonra Dağlıq Qarabağ Respublikasında adlandırılan qondarma qurum buraxıldı. Bəli. Ağdam-Xankəndi yolunun fəaliyyəti tam təmin olundu. Bəli, 1, 4, 5 cavablarımızdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Azərbaycan vətəndaşlığı haqqında qanun 1919-un avqustudur. Qarabağ general-qubernatorluğunun yaradılması 1919-un yanvarıdır. Azərbaycan Teleqraf Agentliyinin yaradılması 1920-dir. İlk dövrə bayrağının qəbul olunması da 1918-dir. Cavabımız 4, 2, 1, 3 aid olacaq. 27-ci suala baxırıq. Sərdar Saray, Gülüstan Türbəsi, Şeyx Cüneyd məqbərəsi və harada inşa olub, onlara baxacaq. Deməli, Sərdar Saray 1791-ci ilə aid İrəvan ərazisində idi. Gülüstan Saray 13-cü əsrə aiddir, Elxanilər dövründədir. Şeyx Cüneyd məqbərəsi də 16-cı əsrdir, 1544. Deməli, o da Səfəvilər dövlətinə aiddir. İndi isə mətnə baxaq. Mətndə qeyd edir ki, mənbəyə əsasən Almaniyanın Qərbi Afrikada işğal etmək istədiyi ən üstün rəqibi e, ən üstün rəqibi adını yazın. Ən üstün rəqibi təbii ki, Böyük Britaniya idi. Mənbədə bəhs olunan dövlətin Al Almaniya tərəfindən işğal edilməsini bilməməsinin səbəblərindən ikisini yazın. Böyük Britaniya hərbi donanmasının üstünlüyü, yeni yaradılmış radarlardan istifadə, ABŞ-dan və müstəmləkələrdən gələn yardımları misal göstərə bilərik. 30-cu suala baxırıq. 30-cu sualda nədir? Mənbənin sonunda bəhs olunan dövlətin Almaniya tərəfindən işğal edilə bilməməsinin səbəblərdən ikisini yazın. Buna Atlantik okeandakı döyüşlər başladı. Böyük Britaniyanın müqaviməti Almaniyaya daha çox cəbhədə vuruşmağa məcbur etdi. Almaniya ilk strateji məğlubiyyətini aldı. Doğru cavablarda bunu qeyd edə bilərik. Bu qədər.